Respublika fənn olimpiadalarına qoşulan şagirdlərimiz üçün stomaların açılıb bağlanma mexanizminə bağlı hər mərhələdə sual düşə bilər. Həm qrupumuza atacağım videonu, həm də ki YouTube kanalına yükləyəcəm ki, digər şagirdlərimiz də yararlansınlar. Gəlin, açılıb bağlanma mexanizmindən öncə biz onun quruluşu ilə yaxından tanış olaq. Stomaların quruluşuna baxsaq, stoma, yağıcıq bunlar eyni terminlərdir. Bir stoma iki qapayıcı hüceyrədən ibarətdir və bu qapayıcı hüceyrələr açıq olanda onlar arasında yarıq geniş olur. Yox, bağlı olanda yarıq dar olur və çox zaman gündüzlər açıq, gecələr deməli bağlı vəziyyətdə olur. Bu yenə də bitkinin vəziyyətindən asılıdır. Ağcıqların miqdarı bitkinin ətraf mühitdə yaşaması ilə əlaqədar fərqlidir. Məsələn, kserofit bitkiləri daha çox quraqlıq bitkiləridir. Onlarda ağcıqlar alt dəricikdə, alt epidermisdədir və bir növ mezofil qatının içərisinə doğru yerləşmiş olur. Yox, su bitkilərində, mezofil bitkilərində bunlar üst hissədə və alt epidermisdə ola bilər. Yarpaq sahəsi genişdirsə, ağcıqların miqdarı da çoxdur və bir ağcıq hüceyrəsinin dediyim iki qapayıcı hüceyrəsi var. Bu iki qapayıcı hüceyrənin burada şəklinə diqqətlə baxsaq, görərik ki, onun baxın nüvəsi, vakuolu, xloroplastı ola bilir və bu qapayıcı hüceyrələrin quruluşunda hüceyrə divarının yerləşməsi də fərqlidir. İki qapayıcı hüceyrənin bir-birinə baxan hissəsində həmin o divarlar daha qalındır. Bu xarici tərəfə, yəni qonşu hüceyrələrdir bunlar. Baxın, qonşu hüceyrələrə tərəf baxan hissəsində isə bu isə bir qədər nazik hüceyrə divarlıdır. Bunun da çox böyük əhəmiyyəti var. Yəni, məsələn, qapayıcı hüceyrələr açılan zaman, onlar ki, su ilə dolur. Su dolanda onun o xarici tərəfə, yəni qonşu hüceyrələrə tərəfə göstərilən təzyiq artdığına görə, bu nazikdir də bu divar. Bir növ gərilir, o divar daha çox gərilir və nəticədə qapayıcı hüceyrələrin açılma prosesi baş verir. Təkcə bununla əlaqəli deyil, yəni açılma prosesi başqa səbəbləri də var. Bu açıq vəziyyətidir, bu da baxın qapalı vəziyyətidir. İndi gəlin bir-bir açıq vəziyyəti və qapalı vəziyyətini şərh eləyək. Məsələn, burada baxırıq, burada açıq vəziyyətidir. Açıq vəziyyətdə, bayaq mən dedim, ən çox gündüzlər açıq olur. Nəyə görə gündüz? Çünki gündüz işıq var və işığın nəticəsində bitkilərdə fotosintez prosesi baş verir. Fotosintez zamanı bilirik ki, bu ancaq fotosintez qapayıcı hüceyrələrdə gedir də, qonşu hüceyrələrdə fotosintez prosesi getməz. Nəyə görə? Çünki onlar yaşıl deyirlər və ona görə də qonşu hüceyrələrdən, baxın bunlar qonşu hüceyrələrdir, qonşu hüceyrələrdən su alınır və qapayıcı hüceyrələrə su keçir. Fotosintez prosesi də bilirik ki, su çox önəmlidir. Və eyni zamanda işığın təsirindən kalium ionlarının da miqdarı qonşu hüceyrələrdən düz qapayıcı hüceyrələrin içərisinə gedir. Kalium belə deyək, proton kanallarının açılması hesabına bu kalium ionlarının da qapayıcı hüceyrələrin içərisinə keçməsi baş verdiyinə görə ağcıq hüceyrələrinin açılma prosesi baş verəcəkdir. Deməli, məsələ nə oldu? Kalium ionları ilə bağlı ola bilər açılma. Fotosintez prosesi gedəcəkdir, getmə nəticəsində su alınacaqdır və eyni zamanda fotosintez zamanı şəkər əmələ gəlir. Şəkərin miqdarı bu qapayıcı hüceyrələrdə yüksəlir və yüksəlmə nəticəsində bilirsiniz ki, şəkər olan mühit hipertonik bir mühitdir. Hipertonik mühitdə yenə su almaq istəyi əmələ gəlir. Ona görə qapayıcı hüceyrələr yenə qonşu hüceyrələrdən suyu qəbul edirlər. Və ona görə də bax, bu su daxil olur qapayıcı hüceyrələrə və nəticədə onun divarlarına təsir edir. Bayaq dedim, ən çox xarici divarlar gərilir və bunun nəticəsində o qapayıcı hüceyrələr, elə bil ki, bu hissədəki divarlar qalındı deyə, onlar elə bil ki, suyu itələyir və nəticədə bu açılma baş verir. Və burada fotosintez getdiyinə görə də bilirik ki, karbon qazının miqdarı aşağı düşür, çünki fotosintez prosesinə sərf olunur. Karbon qazı aşağı düşürsə, pH-ın miqdarı yarpaqda çoxalır. pH çoxalırsa, deməli burada bitkinin su alma istəyi daha çoxalacaqdır və qapayıcı hüceyrələrin suyun daxil olması, yəni osmotik təzyiq ki, artıbdır burada. Osmotik təzyiq yüksəlibdir və su alınıbdır və osmotik təzyiqdən sonra belə deyək, qapayıcı hüceyrələr osmotik vəziyyətdən
turqor vəziyyətinə keçid edəcəkdir və nəticədə qapayıcı hüceyrələrin açılması prosesi baş verəcəkdir. Bax, bu stomaların açılma prosesidir və bunun əksi demək olar ki, bağlanma prosesidir. Yəni, dediklərimizin tam əksini bağlanma üzərindən də izah edə bilərik. Məsələn, baxın, burada o bağlıdır. Bağlanmış bir vəziyyətdir. Bağlanmış bir vəziyyətdə isə demək olar ki, bağlanma ən çox gecələr baş verir. Burada bayaq dediyimizin tam tərsidir. Gecə bilirsiniz ki, fotosintez prosesi getmir və ağacığın üzərinə işıq düşmür. Ona görə də kalium ionları geri qayıdır. Yəni, qonşu hüceyrələrə doğru qayıdır. Bir növ qapayıcı hüceyrələri tərk edirlər. Bundan əlavə fotosintez getmir, ancaq tənəffüs prosesi gedir. Tənəffüs getdiyinə görə tənəffüsdə bilirik ki, şəkər parçalanır. Şəkər nəyə parçalanır? Karbon qazına parçalanır və suya parçalanır. Əmələ gələn bu karbon qazı orada çoxalır. Və karbon qazının çoxalması nəticəsində pH düşür və bir turş mühit əmələ gəlir. Və bu da o deməkdir ki, orada su alınmır. Əksinə, orada su olmadığına görə qapayıcı hüceyrələr bağlanır. Bu qədər sadə. Yəni, açıq prosesi öyrənirik, qapalı elə bil ki, bunun tərsi olaraq götürə bilərik. Və bundan əlavə, bax, bu mexanizmləri ətraflı bilməmiz lazımdır. Bundan əlavə, Campbell kitabında çox maraqlı bir fakt var. Məsələn, bu hissələri oxumanız lazımdır, vacib məlumatlardır. Məsələn, fikir verin, deyir ki, yarpağın stoma sıxlığı 1 kvadrat santimetrdə 20.000-ə çıxa bilər və həm genetik, həm də ətraf mühitin nəzarəti altındadır. Yəni, demək istəyir ki, stomaların miqdarı həm bitkinin genetikasından asılıdır, həm də ətraf mühitdən asılıdır. Və burada yazıb ki, ən çox çöl bitkiləri, məsələn, bataqlıq bitkilərində daha aşağı stoma sıxlığı qeydə alınıbdır və eyni zamanda karbon qazının ətraf mühitdə artması, yəni bu alimlər hesablayıblar ki, karbon qazı son illər ki, bu atmosferdə çoxalıbdır və bu yarpaqların həmin o epidermislərində, yarpağın epidermisində ağacıqların miqdarı ilə əlaqəlidir. Yəni, ağacıqlar, məsələn, alimlər yarpaqlarda təcrübə aparıblar ki, stomanın sıxlığı keçmiş iqlimlə əlaqədar deməli aşağı düşübdür. Yəni, indi hal-hazırda, məsələn, bu Britaniyada aparılmış bir tədqiqatdır. Onlara görə meşə bitkilərində stoma sıxlığı indi azalıbdır. Yəni, bu keçmişlə müqayisə ediblər ki, keçmişlə indiki bitkilərin həmin o epidermisindəki ağacığın miqdarı, sıxlığı aşağı düşübdür indi hal-hazırda. Nəyə görə? Bu da onu göstərir ki, karbon qazının səviyyəsi atmosferdə çoxalıbdır. Yəni, əgər ağacıqların miqdarı da olduğu kimi qalsaydı, yarpaqların üst epidermisində, alt epidermisində, o zaman karbon qazının da belə deyək, istifadəsi gedərdi, sərf olunması gedərdi. Ona görə də, bax, buna görə də karbon qazının artmasının təbiətdə çox böyük, belə deyək də, mənfi təsirləri olduğunu da ağacıqlar da göstərə bilər. Yəni, ağacıqların miqdarına görə də bunu deyə bilərik. Bu hissəni də mütləq oxumanız lazımdır. Bu Campbell kitabıdır. Hər biriniz Campbell kitabından oxumanız məsləhətlidir.